Süni intellektin cərrahiyyədə böyük yol qət eləyəcəyini düşünmürəm. Çünki təbii ki, həkimlik sadəcə kəsmək və ya tikmək deyil. Deyirlər, süni intellekt gələcəkdə həkimləri əvəz eləyəcək. Sizin fikrinizcə bu həkimlər üçün təhlükəlidir, yoxsa bir fürsət? Süni intellektlə bağlı artıq bütün dünyada ciddi irəliləyişlər qeyd olunur. Təbii ki, tibb sahəsində də bu özünü göstərir. Süni intellektin həkimlərin yerini alması fikrinə gəlincə isə, təbii ki, süni intellekt bəzi həkimlik sahələrində ciddi nailiyyətlər əldə eləyib və eləməyə davam eləyir. Süni intellektin cərrahiyyədə böyük yol qət eləyəcəyini düşünmürəm. Çünki təbii ki, həkimlik sadəcə kəsmək və ya tikmək deyil. Cərrahiyyə sadəcə kəsmək və ya tikmək deyil, eyni zamanda düşünmək, emosionallıq, aqressivlik, yəni bütün bu insana məxsus olan hisslərin orada bıçaqla birləşdiyi bir yandır və bunu təbii ki, süni intellektin etmə şansı yoxdur. Çünki cərrahiyyədə ani qərarlar, əgər damara və ya sinirə yapışıldısa orada şişə necə münasibət göstərmək lazımdır. Rekonstruksiya dediyimiz şişi çıxardıqdan sonra anatomik quruluşların bərpasını yenidən necə həyata keçirmək lazımdır? Bunlar ani və həmən an verilən qərarlardır. Təbii ki, burada insan düşüncəsinə ehtiyac var.